Salam, əziz abituriyentlər, müəllimənin işə qəbul və sertifikasiyaya hazırlaşan müdavimlər. Bugünkü mövzumuz bizim koordinatlarla bağlı olacaq və hətta 7-ci sinifin yeni dərsliyində göstərilmiş koordinatlar mövzusu ilə bağlı verilən çalışmaların həlli üzərində işləyəcəyik. Birinci növbədə koordinat nə üçün lazımdır? Koordinat istənilən bir ərazinin, coğrafi obyektin ünvanını göstərmək üçün paralellərin və meridianların kəsişmə nöqtəsidir. Deməli, yadımıza salağın, paralellər bu istiqamətdə, meridianlar isə bu istiqamətdə götürülür. Yəni, burada birinci xəritəyə baxanda biz, məsəl üçün, bu formada görürüksə, bunlar nədir? Paralellərdir. Bu formada olanlar isə meridianlar hesab olunur. Və buna istinadən biz gəlin birinci xəritədə olan koordinatlara baxaq. Birinci növbədə mən qırmızı xəttlə ekvator xəttini çəkəcəm. Çünki bu bizim üçün lazım olacaq. İstiqamətləri götürmək üçün. Belə bir xətt çəkək. Bura diqqət edin. Qırmızı xəttin olduğu yer nə oldu? Ekvator. Bura yazaq. Bir də başlanğıc meridian var. Başlanğıc meridianımızı da mavi rənglə göstərək. Bu da bizim başlanğıc meridianımız. Deməli, ekvatordan yuxarı ərazilər, bütöv yuxarı ərazilər, məsəl üçün bu hissələr şimal yarımkürəsidir. Ekvatordan aşağı hissələr isə cənub yarımkürəsi götürüləcək. Başlanğıc meridiandan sağ tərəfimiz, baxın bu hissə şərq yarımkürəsi, sol tərəfimiz isə qərb yarımkürəsi hesab olunur. Buna əsasən biz artıq verilən nöqtələrin koordinatlarını verə bilərik. Gəlin birinci nöqtəyə baxaq. Birinci nöqtənin verildiyi paralel bir rənglə göstərək bunu. Məsəl üçün bu rənglə. Birinci nöqtənin verildiyi paralelə baxın. 30 dərəcə göstərib. Meridian isə 120 dərəcə göstərib. 30 dərəcəlik paralel ekvatordan, yəni bu qırmızı xəttdən hardadır? Yuxarıda. Deməli, bu bizim şimal enliyimizdir. Şimal enliyi. Meridianımıza baxaq. Qrinviçdən hansı tərəfdədir? Sol tərəfdə. Sol tərəfdədirsə, bu da qərb uzunluğu olacaq. Deməli, birinci nöqtənin koordinatı neçədir? 30 dərəcə şimal enliyi, 120 dərəcə qərb uzunluğudur. İndi gələk, məsələn, ikinci nöqtə. İkinci nöqtədə paralelə baxırıq. Ekvatordan aşağıdır, bəli aşağıdır. Deməli, ikinci nöqtənin koordinatı 30 dərəcə cənub enliyi. Meridiana baxaq. İkinci nöqtənin kəsişdiyi nöqtə 60 dərəcəyə gəlir. Və Qrinviçdən soldadır. Demək ki, bu qərb uzunluğudur. 60 dərəcə qərb uzunluğu. Məsəl üçün, dördüncü nöqtəyə baxaq. Dördüncü nöqtənin kəsişdiyi meridian 60 dərəcə. Enliyi isə 30 dərəcədir. 30 dərəcə enliyimiz ekvatordan hardadır? Yuxarıda. Demək ki, şimal enliyi götürülür. Bura bir dördüncü nöqtənin işarəsini verək. 30 dərəcə şimal enliyi, 60 dərəcə Qrinviçdən sağda olduğu üçün şərq uzunluğu hesab olunur. Digər nöqtələrin cavablarını videonun altında qeyd edərsiniz, yoxlayacağım.
İndi keçək digər tapşırıqlara. Bu yeni bir mövzudur. Daha doğrusu dərsliklərə bu mövzu yeni salınıb. Dörtlü və altılı koordinat şəbəkə sistemi. Dörtlü koordinat şəbəkə sistemi çox rahatdır. Altı biraz qarışıqdır. Gəlin bunların sadə izahını verək. Dörtlü koordinat sistemində elə bilin ki, burada verilən bu 54, 53, 52 bir növ paralelin rolunu oynayır. 27, 28, 29, 30, 31, 32 isə meridianların rolunu oynayır. Məsələn, burada birinci verilən məktəbə baxaq. Məktəbin şərti işarəsidir. Görək, bu hansı koordinatda yerləşir. Fikir verirsiniz, paralel olaraq 51, meridian olaraq 28 nöqtəsinin kəsişməsində. Belə deyək, bunları kəsişdirib şimal-şərq istiqamətini, yəni bax bu istiqamətdə yerləşirsə, artıq bu dörtlü koordinat sistemində yerləşmiş ərazi deməkdir. Birinci, hər zaman meridianal istiqamətdə olan rəqəmi yazacağıq. 28. Kəsdiyi nöqtə hansıdır? 51. Ona görə dörtlü koordinat sistemindəki fikir versəniz 4 rəqəmdən istifadə olunub. Məsələn, gəlin, bu nədir? Petrol, yanacaq doldurma məntəqəsi olsun. Meridianal istiqamətdə hansı xətt qalxır? 30. Paralel istiqamətində hansı xətt qalxır? 50. Deməli, 30 və 50 dörtlü koordinat sistemində yerləşir. Hava limanının işarəsidir, təyyarə göstərilən. Hansı meridian xətti göstərilir? 31. Paralel xətti üstündə isə 53. Yəni 31, 53 məhz aeroportun şərti işarəsi, daha doğrusu təyyarənin şərti işarəsinin verildiyi məntəqənin dörtlü koordinat sistemi hesab olunur. Gəldik altılı koordinat sisteminə. Altılı koordinat sistemində məsəl üçün burada yeməkxananın işarəsini göstərir, buradadır. Biz qırmızı xətt götürək, lazım olacaq. Baxın, 62-dən bu bütöv hissəni yeməkxananın olduğu ərazidir. 62-ni yazıram, dörtlü koordinat sistemindəki kimi. Bir də 33 rəqəmini yazıram, amma aralığa boşluq qoyuram. Niyə? Çünki fikir verirsiniz, bu nöqtənin özünün içində də bu yeməkxananı yerləşdirib və bu hissədən biz görürük ki, xırda-xırda damalara ayrılıb. Bunun özü də daha xırda koordinat sisteminin rolunu oynayır. Biz baxırıq. Bu hissədən 1, 2, 3, 4, 5. Fikir verirsiniz, lap buradan da götürsək. 5 nöqtədən sonra kəsişmə nöqtəsinə çatırıq, bura çatırıq. 62-nin yanına bir 5 qoyacağıq. Və neçə dama qalxandan sonra biz 5 dönmüşük? 2 dama qalxandan sonra. Baxın, 1, 2, 3, 4, 5, 6. Bu artıq altılı koordinat sistemidir. Biraz qarışıq gələ bilər ki, niyə məhz 5-i 62-nin yanına qoyduq? Fikir verirsiniz, 62-yə gəlmək üçün biz bu istiqamətdə hərəkət eləmişik. Deməli, biz bu nöqtəyə çatmaq üçün də bu istiqamətdə hərəkət eləyirik. O rəqəmlər, o damaların sayı qədər 5-i bura yazırıq. Burada isə 33-ə çatmaq üçün bu istiqamətdə hərəkət eləmişik. Və bu nöqtəyə hərəkət eləmək üçün, yəni bu istiqamətdə 2 dama qət etmiş oluruq. Ona görə də 33-ün yanına 2 rəqəmini qeyd edirik ki, bu da bizim üçün neçəli koordinat sistemi olur? Altılı koordinat sistemi olur. Bu da belə. Əlavə sualınız olarsa, rəy olaraq yaza bilərsiniz.